Bilirsiniz, İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermiş. Bu işğal dövründə də dəfələrlə olan bir hadisələrdir. Müntəzəm olaraq bu tırlar ora gedirdi. Bizim məlumatımız var idi. Ancaq dəqiq məlumat, yəni indiki qədər dəqiq məlumat əlbəttə ki, yox idi. Və bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran tərəfinə bizim narazılığımızı ifadə edirdik. Ancaq bu süreç davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın koridoru bizim gözümüzün önündədir və bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Və biz Laçın koridoru boyunca və o cümlədən Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var, uydudan istifadə edirik, deməli, dronlardan istifadə edirik. Və biz yenə gördük ki, bu tırlar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən bizim Cumhurbaşqanı ofisinin əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı böyük elçisi ilə konuşsunlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostça konuşsunlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu bizə qarşı hörmətsizlikdir. Azərbaycanın torpaq bütövlüyünə qarşı hörmətsizlikdir. Buna son qoyulmalıdır. Bu söhbət, səhv etmirəmsə, Temmuz ayında olmuşdur. Və ondan sonra təbii ki, biz bunu izləməyə başladıq və hər ayın başında məlumat bizdə yığılır ki, nə qədər, kaç tır girdi, kaç tır çıxdı, nə gətirdi, nə apardı, onların plakalarına qədər bizim bütün bilgilərimiz var və onlar mətbuatda dərc olunur. Amma nə etdilər ondan sonra? İran tırlarının üzərində erməni plakalarını yapışdırmaya çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi kandırmaya çalışdılar. Və bu qədər necə səriştəsiz bir addım atıldı ki, arabanın o tırın üstündə sistern, İran dilində, Fars dilində yazılan sistern, altda da erməni plakaları. Və onu da sizə bildirməliyəm ki, aynı plakaları birkaç arabanın üstünə də yapışdırdılar. Yəni o qədər səliqəsiz bu iş görüldü ki, yəni o nəyi göstərir? Onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq bunu pərdələmək istəkdə bulundular. Və təbii ki, belə olan halda bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Dışişlər Bakanlığına dəvət edildi. Ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, Ağustos ayında, Ağustosun ortalarında olan məsələdir. Və biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, Eylül ayına qədər, Ağustosun 11-dən Eylülün 11-nə qədər 60-a yaxın yenə də İrandan gələn tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Və bunun qabağını almaq üçün biz artıq əməli praktiki addımlara keçdik. Yəni bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar, gömrük, sınır, polis. Və beləliklə biz Ermənistan ərazisindən keçən, Azərbaycan ərazisindən keçən yola artıq kontrol etməyə başladıq və ondan sonra artıq Qarabağa gedən tırların
sayı sıfıra erdi. Şimdi bakın, buna getirip çıkartmak lazım mıydı mı? Şimdi orada Rus barışçıl qüvvələrinin nəzarətində olan Qarabağ bölgesinde cəmi 25 bin adam yaşayır. Yani o kadar bu bazar önemlidir. O kadar o ticaret önemlidir ki, dost, qardaş saydığın ülkeye karşı belə hörmətsizlik edirsən, nümayişkəranə. Və əlbəttə biz beynəlxalq konvensiyalarda, beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Əgər yenə də hansısa tır, orada sadece olarak bəziləri deyir ki, İran tırlarından şimdi rusum götürülür. Biz indi harici ülkeye gidəndə rusum ödeyirik. Onlar Azərbaycan ərazisindən istifadə edilir, rusum ödeməlidirlər. Bu meselenin bir tərəfi. O ki qaldı bizim sınırımızın yaxınlığında keçirilən hərbi tədbiqatlara, bu çox təəccüb doğuran bir məsələdir. Çünkü 30 illik bağımsızlıq döneminde belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi tədbiqatı keçirə bilər. Bunun suveren hüququdur, söz ola bilməz. Ancaq eyni zamanda bunun bir zaman kəsiyində analiz ederken görürüz ki, bu heç vaxt olmamışdı. Nə üçün məhz indi, nə üçün məhz bizim sınırımızda? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualı dünya Azərbaycanlıları verir. Və bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə tədbiqat keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövründə nə üçün tədbiqat keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra 30 illik əsarətə, işğala son qoyandan sonra bu keçirilir? Bu suallar yani legitim suallardır. Əlbəttə biz istəyirik ki, bölgədə uzun müddətli işbirliyə zərbə vuran heç bir hal olmasın. Və bir də demək istəyirəm ki, Azərbaycan burada da çox özünü məsuliyyətlə aparır, təmkinlə aparır və ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakterdə.